Salam değerli izleyiciler. Bugün size kısa bir cehiz videosu hazırladım. Videomu bəyənib kanalıma abone olmağı unutmayın. Mənim yaxında toyum olacaq və onun üçün bir neçə cehiz almışam və bunları sizlərlə paylaşmaq istəyirəm ki, sizlərə də bir fikir ola bilər. Birinci olaraq belə bir cöyüt çəkən almışam, belə deyim. Əslində bunun mən görünüşünü çox bəyəndim. Demək olar ki, hamının evində var və mənə görə lazımlı olan bir şeydir. Ona görə də aldım. Əslində çox ucuz qiymətə almışam. Yəni təxmini səhv xatırlamıramsa 10 ya 11 manata almışdım. Yəni əsasən cehiz alarkən lazımlı olan şeyləri almağa daha çox üstünlük verirəm. Çünki lazımsız şeylər onsuz da qutularda illərlə orada qalır. Ona görə bu daha düzgün bir seçim idi və belə. İkinci olaraq bu ütünü aldım. Bu ütünü Azərbaycandan almamışam. Türkiyədən, yəni Trendyoldan sifariş vermişəm. Kiwi markasını çox güman ki, bir çox insan bilir. Mən də onların bir buxar ütüsünü sifariş verdim. Əslində gözəldir. Sadəcə voltu biraz az olduğu üçün, yəni çox qalın paltarların qırışını aça bilmir. Yəni sınamışam. Amma belə görünüşü olsun, çox gözəldir. Həm də belə deyim ki, bu qatlanıb açıla bilən ütüdür. Yəni ki, balaca olur və yer tutmur. Amma mən onu açanda rahatlıqla istifadə edə bilirəm. Bu ütünü təxmini 1 il əvvəl almışam. Trendyoldan çox gözəl, münasib qiymətlə aldım. Təxmini 38 manata düşmüşdü. Amma hal-hazırda axırıncı qiymətinə baxanda 110 manat idi bu. Gözəl idi. İşləməsində də, yəni çalışdırmışam, gözəl işləyir. Yəni Trendyoldan bəzən vuranda insan şübhələnir ki, xarab gələr və yaxud da hər hansısa bir problem olar. Amma mən indiyənə qədər hələ ki belə bir problem yaşamamışam. Buxar ütüdən başqa bir dənə də adi ütü vurmuşam. Onu da növbəti videolarda paylaşaram. Məhsullar haqqında ümumi fikirlərim bu qədər idi. Qeyd edim ki, videomu bəyənib kanalıma abone olmağı unutmayın. Videolarımın davamını çəkəcəyim. Sağ olun, hələlik.